Kanalımın değerli izleyicileri, her vaxtınız xeyir olsun. Xoş gördüm hər birinizi yeni videomda. Bugün mən sizlərlə çox dadlı, ləzzətli, gülləməyən paxlava necə hazırlanır onu sizlərə izah edəcəm. Gördüğünüz bu ərzaqlarla hazırlayacağım. İndi gəlin keçək tezliklə hazırlanmasına vaxt ötürməyək. Burada da 1 kilogram un götürmüşəm. Onun içərisinə nə əlavə edəcəm onu sizlərə göstərəcəm. Deməli 1 kilogram un götürmüşəm. İçərisinə duz əlavə edirəm. Mayanı aktivləşdirirəm. Qaşığın ucunda maya götürmüşəm. Çox əlavə etmirik. Çox əlavə etsək bu zaman xəmir tez gələcək. Yaydığımız zaman üzü gülləyəcək. Azacıq götürürük və içərisinə isti su əlavə edib şəkər tozunu əlavə edirəm. Burada 1 xörək qaşığı şəkər tozu var. İçərisinə əlavə edirəm. İçərisinə su əlavə edib biraz da un əlavə edib qarışdırıram. Xəmirin içərisinə əlavə edirik. Üzərindən digər ərzaqlarımızı əlavə edirik. Deməli 2 yumurta əlavə edəcəm. 2 yumurta ağlı sarılı. 180 qram xam əlavə edirəm. 200 qram yağ əlavə edirəm. Otaq temperaturunda olan yağ. Qarışdırıram və üzərinə az-az süd su qarışımından əlavə edərək xəmir yoğururam. Sonra nə qədər süd su qarışımı gedəcək onu sizə qeyd edəcəm. İçərisinə istəyə görə vanil də əlavə edə bilərsiniz. Mən ləpənin içərisinə hil əlavə edəcəm deyə bu xəmirə vanil əlavə etmirəm. Belə qarışdırdım. İndi isə üzərinə süd su qarışımı əlavə edərək yumuşaq, yəni orta yumuşaqlıqda xəmir yoğururam. Bu cür yumuşaqlıqda xəmir alınır. Üzerini bağlayıram, qoyuram. 20-30 dəqiqə qalsın kənarda. Çox gözlətmirik. 20-30 dəqiqə gözlədirək bəs edir. Etməyi unuttum. İçərisinə 1 stəkan dolu süd və su qarışımı istifadə etdim. Xəmir artıq 20 dəqiqədir ki gözləyir. Keçirəm kündələrə ayrılmasını. Kündən eləyirəm 300 qramdan. Alt kündən isə 250 qramdan. Qalanları da 10 kündəyə ayırıram. 10 kündə arasında bölürəm, yəni qramlarını. 2 dənə böyük kündə 300-250 qramdan etdim. Üstü üçün 300, altı üçün 250 qramdan. Digərlərini isə 95 qramdan 12 kündə etdim. Yəni ümumilikdə 14 kündə alındı. İndi isə kündələyirəm, qoyuram kənarda 5-10 dəqiqə qalsın. Başlayıram yuxarıdan açılmasına. Kündələr hazır. Üzərini bərkidirəm, qoyuram 10 dəqiqə, çox yox, 10 dəqiqə qalsın. İçik hazırlamışam. Burada deməli ümumilikdə 600-700 qram ləpə gedir. İçərisinə 600 qram ləpənin içərisinə 400-430 qram şəkər tozu əlavə edirik və bu cür içlik hazırlayırıq. Mən burada həm qoz ləpəsi, həm də fındıq ləpəsindən istifadə edirəm. Soba listini öncədən yağlayırıq. Gördüyünüz kimi kərə yağı da yağlamışam. Dur yağla yağlamayın. Qeyd edim ki, soba listinin ölçüsü, yəni bu içərinin ölçüsü 40-ın 35-ədir. Keçirəm yuxaların yayılmasına. Əvvəlcə 250 qramlıq kündədən başlayıram yaymağa. Bu soba listinin yəni altına edəcəm. 300 qramlığı üstünə edəcəm. Yuxanı rahatlıkla açtım. Yumuşak yuxa olduğu için tez bir zamanda açılır.
Soba listinin içərisinə alt qatını əlavə edirəm. Çəkirəm, kənarlarını doldururam. Bu kvadrat olduğu üçün kənarlarını özümüz belə doldurmalıyıq. Artıq qalan, yəni kənarlardan çıxan hissəsini də kəsəcəm. Hazırdır. İndi isə içərisinə yağ əlavə edəcəm. İkinci qatı əlavə edəcəm üzərindən. Nəyə görə? Çünki rahat çıxması üçün içlik əlavə etmirik. İkinci qatı sadəcə olaraq yağlayırıq. Üzərinə nəzik qatı əlavə edirik. Yağladım. Kənara qoyuram. İkinci yuxanı açıram. İkinci yuxanı da yaydım. Lis boyu əlavə edirəm. Baxın necə nəzik yuxadır. Onu da soba listi boyunca yerləşdirirəm. Baxın bu cür nəzik olmalıdır. Xəmir o qədər gözəldir ki, rahatlıqla baxın uzanır. Kənarlarını yenidən kəsirəm, artıq hissələrini çıxardıram. Belə, indi isə içdikdən səpirəm, qoyuram kənarda qalsın. Heç bir yağ əlavə etmirəm. Dediyim kimi sonda əlavə edəcəm. İçlikdə qeyd etdim, həm fındıq, həm də qoz qarışımıdır. İstəyə görə biraz böyük də çəkə bilərsiniz. Paxlavaya qoz böyük olduğu zaman çox dadlı bir his verir yediyimiz zaman. İstəyə görə böyük formada, yəni çəkə bilərsiniz rondodan. İndi isə keçirəm digər yuxaları yayıb üstünə açmağa. Artıq 12-ci yuxaya kimi belə edirik. 13-cü yuxanı üzərinə, daha doğrusu 13-cü yuxanın üzərinə içlik əlavə etmədən 14-cü, yəni qabıq yuxanı əlavə edirəm, yəni üz qabığını əlavə edəcəm. Bu axırıncı nəzik qatdır. Bundan sonra içlik əlavə etməyəcəm. 13 qat artıq bununla bitir. 14-cü qat, yəni üzlüyünü əlavə edəcəm. Üzlüyü də yenə qeyd edirəm, 300 qramdan götürmüşəm. Bunun arasında nə yağlamıram, nə də ki içlik əlavə etmirəm. Buna sonuncu qat lis boyu yayıram. Az un əlavə edirəm, çox un əlavə etmirik. Axırıncı yuxanda, yəni 300 qramlıq yuxanda üzərinə əlavə edirəm. Soba listi boyu çəkirəm. Belə bastırıram. Kənarlarını kəsirəm. Artıq hissəsini və içəriyə doğru bükürəm. Necə içəriyə doğru bükürəm, indi sizlərə göstərəcəm. Baxın bıçağın burası vasitəsilə kənarlarını bu cür itələyirəm içəriyə doğru. Əlbəttə ki, artıq hissələrini kəsərək. Keçirəm əsas məqama. İndi isə bu listi, gördüyünüz listi, yəni kəsmədən aparıb qoyuram soyuducunun dondurucu gözünə. Üzü belə bərkinə kimi qalsın. Qoyuram yarım saat, üzəri bərkinə kimi, yağı donana kimi qalsın. Artıq yarım saatdir ki, paxlavanı qoydum dondurucuda, baxın. Bərkiyib, rahatca kəsəcəm. Xətkeş vasitəsilə mən 4 santimlik xətkeş götürdüm. Əgər kiçik paxlavalar istəyirsinizsə, bu zaman 3 santimlik xətkeş götürün. Başlayıram belə kəsməyə. Paxlavanı kəsdiyim gördüyünüz formada 4 santimetrlik xətkeşlə kəsmişəm. Məncə ən gözəl üsul xətkeşlə kəsməkdir. Çox düz alınır o zaman. İndi isə üzərinə yumurta çəkirəm. Burada 2 ədəd yumurtanın sarısı, biraz narıncı rəng, azacıq süd, 1 xörək qaşığı olmazdı süd, bir də yarım xörək qaşığı duru yağ var. İndi isə bunun üzərinə çəkirəm və üzərini bəzəyib qoyuram bişməyə.
Rəngi çəkdim. İndi isə fındıqla bəzəyirəm üzərini. Zövqə görə qozla və yaxud da xəmirdən gül kəsib edə bilərsiniz. Başlayıram bəzəməyə. Hazırdır. İndi isə qoyuram 180 dərəcəli alt üst rejimdə qızdırdığım sobaya bişməyə. Və ən alt gözünə qoymalıyıq. Azacıq kənarları qızarana, yəni rəngin dəyişənə kimi bişiririk. Üzəri bərkənən kimi bişiririk. Daha sonra içərisinə əlavə etmədiyim yağı kəsirik, tam kəsib üzərinə əlavə edəcəyik. İndi isə qoyuram bişsin. Sobadan çıxartdım, 15 dəqiqə gözlətdim. Azacıq bərkidi, baxın. Çıxartdım, kəsirəm, yəni tam kəsirəm. Üzərinə yağ əlavə edib yenidən qoyacağım sobaya tam bişməyə. Üzəri qızarana kimi bişirəcəm. 1 stəkan qaynadılıb, ortasından ayrılmış yağı, yəni süzülmüş yağı soba qabının içərisinə əlavə edirəm. Yenidən qoyuram tam bişməyə. İçərisinə şərbəti əlavə edirəm. İndi sobadan çıxarmışam. Soyuq şərbəti üzərinə əlavə edirik. Şərbəti də 450 qram şəkər tozunun içərisinə stəkan yarım su əlavə etmişəm. 5 dəqiqə qaynadıb söndürmüşəm altını və tam soyutmuşam. Üzərinə əlavə edirəm və gözləyirəm şərbəti tam canına çəksin. Bu da eyni reseptlə hazırladığım ikinci liz paxlavadır. Bunlar sifarişdir. Nuş olsun hər birinə sifariş edənlərim. Siz də mütləq bu resepti sınayın. Əminəm ki, çox gözəl dadlı alınacaq. Əgər bəyənsəniz kanalıma abunə olub like atmağı, dəstək olmağı unutmayın. Hələlik deyirəm, inşallah gələn videolarda görüşərik.